Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Bugünkü videomuzun konsepti 30 yaşından çox olan oyuncularla oynamaqdır. Hal-hazırda ilk 11'imdə gördüyünüz, bir də ilk 5 gördüyünüz adamın hamısı yaşı 30'dan çoxdur. Yəni challenge eləməyən məncə belə yaxşıdır. Sırf 30'dan çox yaşı olan oyuncularla oynayaq. Samimi olarak söylüyorum. Senin böyle bir şeyler bildiğini ama söyleyemediğini düşünüyorum. Ben sana bir şey söyleyeyim. Kapat. Rəqibin də hesabına baxaq. Qəşəng kadrosu var rəqibində. Görək nə edəcək. İlk Ağmayan Qaşağı baxır yerinə. Qatalıq. Messi'nin o birisi kart da var idi məndə. Prosto o birisinin yaşı azdı deyə almadım. 29 yaşındakı kartıdır. Onu da almadım da. Sırf 30 və plus olan oyunculardır kadroda. Rəqibin stadionundayıq. Deyəsəm rəqib tiktokerdir. Səhv eləmirəmsə. Görək. Bəlkə o da video çəkir indi. Batistutan vuruşu ilə başladıq. Tony Adams, Rüdiger, veteranlarla oynayırıq da biz bu dəqiqə. Qocalarla, qaça bilməyənlərlə. Az qalsın atırdı. İlk atak rəqibdən gəldi. Sivili çıxırdı. Hərəsi bir tərəfə qaçır, qınamıram ki, yəni yaşları keçib də, qaçan yaşlar deyil. Tony Adams, Rodri, Virgil van Dijk. Attığı pasa bax. Normal ver, hə. En yaşlı yedeklerde de o da şeydi. Pepe 40 yaşı var. Ronaldo, Cristiano Ronaldo, Cristiano. Seviyorum bu adamı. Yaşlanmır da. Bu adam yaşlanmır. Prosto oyuna normal kartı gəlsə yəni çox sevinərəm. Əslində gəlib 107 kartı falan. Prosto mən pula vura bilməmişəm. Yəni köhnələrlə idarə edirəm də. Yeter lan yeter! Yeter! Qaçdı Lewandowski, Robert Lewandowski. Artist elədi. Allah haqqı artist elədi. Mən aşıq olurum orada. Luka Modric. Veteranlar öz sözünü deyir də. Yaxşı gedirik nəsə. Qoca da olsalar hələ ki iş görürlər. Roberto Baggio açdı. Jan Oblak. Cristiano Ronaldo. Cristiano. Ayda alınmadı. Pirlo. Messi. Ronaldo qaçdı. Qaça bilmədi. Pirlo. Gərək dudaq tutukladan vurmazdım orada. Orta açaq bir dənə. Offside. Ronaldo offside'daydı. Goat offside'da. Luka Modric'in golları almıyor. 2 golun ikisi de birbirinden güzel idi. Ronaldo, Messi, ayda. Batista gəlir rəqib.
Qaça bilmirlər də. Deyəsən rəqibə şey çıxacaq. Comeback videosu TikTok'a atacaq. Luka, Messi, Ronaldo qaçdı. Messi sən güya 400 asistin olacaq. Atdığı pasa bax. Normal ver də bu pası. Birinci time qutardı. Keçək ikinci time'a. Görək rəqib qaytaracaq, yoxsa biz üstünlüyümüzü davam eləyəcəyik. Gərək mən bireysel talimat verərdim. Yan oblak. Busquets'ə. Rüdiger. Pirlo. Ayda, offside-dan çıxmaq üçün dala qaçdı. Verdi Busquets. Leva. Rəqib qəşəng qaydı. Lewandowski vura bilmədi. Penalti ver penaltini. Tezgah lan bu. Ciddi offside verdin sən. Oha! Qaç qoat. Messi keçmədi. Gərək yuxarıdan göndərərdim, pas. Keçirsən Cafu. Busquets. Messi. Ayda. Biri qaçır, biri qaçmır. Əla. Bunun da qaşınmağa vaxt tapdı. De Bruyne. Verdi Luka. Ronaldo. Cristiano Ronaldo. Ronaldo. Oynamır deyəsən. Bu qaqaşda çıxdı. Mənim niyə bütün videolarımda rəqib qaçır? Mən önce bezdim axı. Bir nəfər də axıra kimi dözsün də. Bu nə deyir? Bu da qaçdı. Qazandıq. Bir videonu daha yerinə gətirdik dostlar. Qoatlar sağ olsun bizi pis vəziyyətdə qoymadı. Veteranlar. Hərəsi bir-birindən gözəl. Ronaldo'nun və bir də Modric'in qolu. İkisi də məncə möhtəşəm idi. Əsas da məncə Luka'nın qolu çox qəşəng idi. Yəni dostlar, nəysə, sağ olun. Gələn videoda görüşmək ümidi ilə bir-birinizə yaxşı baxın. Bay bay.